Herkese salam. Kanalımda sizleri xoş gördüm. Bu videonu əslində səsləndirməmiş paylaşmışdım, amma gördüm ki, səsli videoları daha çox sevirsiniz. Rəylərdə bunu qeyd etmişsiniz. Ona görə də yenidən səsləndirib paylaşıram. Buna həm səhər rutini, həm də təmizlik vlogu deyə bilərsiniz. Mən səhər durduqdan, oyandıqdan sonra nələr edirəm, bunu çəkmişəm. Əslində hal-hazırda tətildir, məktəblər yoxdur, amma biz hazırlığa gedirik yenə də. Saat 10-da qızımı aparıram hazırlığa və qaydanda marketə dəyirəm. Bir şeylər aldım. Kök alacaqdım. Bir də ki, qızlar internetdə bir dənə tarif görmüşəm. Süddən elə bir ki, tvarok hazırlayırsan, amma nə idi onun adı? Ayda, dilimin ucunda da ağlıma gəlmir. Onu almağa getmişəm də, yəni. Nə idi onun adı? Nə süd deyil, nə qatıq deyil, nə də ki, ayran deyil. Onun adı nə idi? Bu dəqiqə yadıma saldım. Hə, tapdım. Kefir. Kefir almağa getmişdim ki, tvarok hazırlayım. Burada südü qoyuram ki, qızsın ki, içinə kefir əlavə edəcəm və çoxlu tvarok alınmalıdır. Yəni kefirlə eləyəndə çoxlu alınır, həm də gözəl alınır. Yəni videoda gördüyümə görə onu yoxluyurdum. Bir də ki, səhər yeməyi üçün yumurta falan çıxartdım. Özüm üçün qoydum qaynamağa və süfrəni yığışdırıram. Səhərdən qalan uşaqların, yoldaşımın yediyi, içdiyi nə varsa. Əslində məndə mətbəx heç vaxtı belə dağınıq olmur. Axşamdan yığışdırıb yatıram. Amma bəzən elə olur ki, adamın axotu olmur təmizləməyə. Qab yumaqdan yorulursan. Elə bil həmin günü axşam qabları falan yumamış gedirəm yatmağa. Son zamanlar belə edirəm. Niyə? Əvvəllər bir dənə qab çıxan kimi yuyub qoyurdum. Sonra gördüm ki, yox da, yəni belə etdikcə insanın özünə ayırmağa heç bir vaxtı, zamanı qalmır. Ona görə dedim ki, yox, indən sonra gündə bir dəfə qab yuyacam. Hətta söz verdim ki, evləri 2 gündən bir pil soslayacağam, amma o sözümü tuta bilmirəm. Yenə də hər gün, hətta elə olur ki, gündə 2-3 dəfə yenə də pil sosluyuram. Nəsə bu sözümü tuta bilmirəm. Bilmirəm qızlar, sizdə necədir? Yoxsa mənəm belə psix? Bəlkə də təkcə mənəm. Burada kefir əlavə elədim qızlar, amma yaxşı çürümədi süd. Və içinə öz çaldığım qatıqdan əlavə edirəm. Bu, demək, Qəbələ südü var, gətirirlər. Qışqıra satırlar, Qəbələ südü. Bax, o süddən eləmişəm bu qatığı. O qədər qəşəng alınıb ki, yəni burada onları pulsuz reklam edirəm. Siz də alın mütləq, özünüz edin. Bir də ki, qatığı belə mayalamaq üsulu var. Onu da sizə deyəcəm. O şəkildə eləsəz, yəni mümkün deyil ki, sizin qatığınız belə alınmasın. Demək, südü qaynadırsınız yaxşıca. Südü qaynadırsınız. Ondan sonra biraz soyuyur təbii ki. Barmağınızla yoxluyursunuz, 7-yə kimi sayırsınız. Əgər 7-yə kimi sayarkən əliniz yanmadan dayana bilirsə, orada yəni dözə bilirsinizsə, 7-yə çatanda yandırmalıdır da, çıxartmalısınız barmağınızı. O istiliyə çatıbsa, bir qism südü çox soyudursunuz. Yəni tamamilə otaq temperaturunda olmalıdır da, 1-2 qaşıq falan. Həmən o soyunmuş südlə qatığı qarışdırırsınız. Həmən o südlə qatığı yaxşı qarışdırırsınız. Yəni nə qədər qatıqla mayalayacaqsınızsa, o qədəri qarışdırırsınız. Ondan sonra həmin qarışımı südün içinə əlavə edirsiniz, yaxşıca qarışdırırsınız. Ondan sonra ağzı açıq şəkildə qoyursunuz sobanın içinə, sobanın da ağzını bağlayırsınız. Elə oradaca 4 saata, 3 saata qatıq
əmələ gəlir. Ondan sonra da yenə də 1-2 saat qalsın orada, otaq temperaturuna qayıtsın. Ondan sonra götürün qoyuq soyuducuya. Bir gecə qalsın. Daha sonra istifadə edə bilərsiniz. Belə qəşəng daş kimi qatıq alınacaq. Hələ bu Qəbələ südündən hazırlasanız vəbşə gözəl alınar. Yəni mən bundan öncə rayondan bizə camır südü gətirirdilər. Yəni almışdıq. Özdə 1 litri 2 manat 50 qəpiyə. Ondan da qatıq eləmişdim. Yəni bu ondan daha ləzzətlidir. Onu deyim ki, yəni camış qatığında adı sanı var, amma məncə bu daha gözəl alındı. Bu daha gözəl idi. Həm dadı, həm yağlılığı, həm qaymağı daha gözəl idi. Yəni daha xoşuma gəldi. Nəsə burdan Qəbələ südünü pulsuz reklam eləmiş olduq. Nəysə qızlar, özümə səhər yeməyi hazıram. Güya indi kişinin qızı sağlam qidalanır. Baxmayın, belə özümə avokadolu falan tost hazırlayıram. Amma bütün günü şirniyyatla çay falan yeyirəm də, yəni mən şirniyyatsız qala bilmirəm. Belə bu çörəyi də Arazdan almışam. Arazda belə balaca kvadrat çörəklər olur. İndi onu da qarasını alıram. Mən ağ çörək yeyə bilmirəm. Qaranı da çox yemirəm də, yəni ancaq səhər yeməyimdə falan yeyirəm. Demək, bu qatığın üzünü mən burada istifadə elədim. Qaymaq kimi idi, çünki çox dadlı idi. Bu arada məhzəb etdiyi burada. Demək, mən bu qatıqdan o südün içinə əlavə etdim. Tvarok edəcəyim südə. Bu qatığı əlavə edəndən sonra daha qəşəng çürüdü də süd. Demək, onu elə edirsiniz qızlar, həmən dəqiqə süzmürsünüz. Qalır soyuyur, sonra qoyursunuz soyuducuya. Bir gecə qalır soyuducuda elə çürümüş vəziyyətdə. Ondan sonra səhərsi gün süzürsünüz. Onda daha dadlı olur, daha soçlu olur tvarok və daha yağlı olur da. Yəni mən də bugün süzmədim, sabah süzəcəm onu. Belə çörəyin üzərinə qatığın qəşəng qaymağını əlavə etdim. Çox dadlı alınmış deyə bu qızlar. Yəni bu yoxdursa belə smetan edə bilərsiniz, krem pendir edə bilərsiniz, nə bilim qaymaq edə bilərsiniz, hər şey edə bilərsiniz. Sırf belə sürülən bir şey olsun da, yəni çörəyin üzərindəki çox quru olmasın. Üzərinə avokadonu düzdüm, üzərinə də yumurtanı böldüm, qoydum. Yumurtanı əslində 2 dənə yeyirdim həmişə. Sonra fikir verdim ki, mən yumurta yediyim günlər başım silkələnir elə bir ki də, beynim yəqin ki təzyiqimi qaldırır. Ona görə də artıq bir dənə yeyirəm yumurtanı. Belə qızlar, siz nə edirsiniz, nələr edirsiniz səhər rutinlərində? Rəylərdə bizimlə bölüşməyi unutmayın. Xoşum gəlir, ümumiyyətlə YouTube izləyicilərimi sevirəm. Nəinki TikTok, nəinki Instagram. Instagram vəbşə soyuqdur, yəni nə bilim heç səmimiyyət yoxdur sanki Instagramda, amma TikTokda biraz var. Amma YouTube'u ən sevdiyimdir də, yəni. Həm də mənim köhnə izləyicilərimdir. Çünki bu kanalı mən açandan bəri dəyişməmişəm. Amma Instagramda, TikTokda böyük səhifələrim var idi. Onları bağlamışam. Yenidən səhifə açmışam. Ona görə orada yəni köhnə izləyicilərim yoxdur. Amma burada var. Nutella da bitmişdi. Belə Nutellanın içində kofe hazırlamağa çalışdım ki, şokoladlı kofe olsun. Amma nəsə dadı o deyildi də, yəni elə də xoşuma gəlmədi dadı. Baxın, səsləndir demişsiniz, amma danışacaq bir şey tapmıram. İndən sonra gəlin belə eləyək. Sizin mənə vermək istədiyiniz hər hansısa bir suallar falan varsa, rəylərdə yazın. Mən gələn videonu səsləndirərkən həmən suallara cavab verim. Məncə yaxşı fikirdir. Yəni ona görə hər kəs bu videonu izləyən bir dənə yorum yazsın, bir dənə sual versin mənə. Yəni ağlınıza nə gəlir?
necə bir sual istəyirsinizsə yaza bilərsiniz. Cavablaya biləcəyim qədərilə. Mən də cavablayacağam. Belə qızlar, yeməyimi yeyirəm. Musiqi dinləməyi də çox sevirəm, amma son zamanlar biləndən sonraki musiqilər insanın ruhuna, ruh halına təsir eləyir, bilinçaltına təsir eləyir. Çox da qulaq asmıram düzü. Yəni dilini başa düşdüyüm musiqilərə. Çox vaxt xarici musiqilərə qulaq asıram ki, bilməyim orada nədən söhbət gedir. Belə qızlar, yeməyimi yeyirəm, başlayıram kuxnamı yığışdırmağa, qablarımı yumağa. Qab yuyarkən iki növ insan var. Bunu bilirəm ki, bir var iki maşalka işlədənlər, həm stəkanlara başqa maşalka, qablara başqa maşalka işlədənlər. Bir də var ki, hamısını eyni maşalka ilə yuyanlar mənim kimi. Şəxsən mən yəni o iki qab maşalkası işlədənlərin evini görmüşəm. Yəni belə çox güya təmizkardılar da, indi çox iki dənə qab maşalkası işlədir. Bəlkə də hamı elə deyil. Amma evindən nə bilim zibil yağır da. Mən bir dənə istifadə edirəm. Ondakı necədir? İndi fikir versəz, ağıllı insanlar fikir versə mənim qab yumaq stilimdən belə başa düşə bilər ki, mən necə səliqəli şəkildə sırayla yuyuram. Birinci stəkanları yuyuram. Sonra nə bilim boş qabları yuyuram. Ən sonda qazanları, tavaları yuyuram. Ondan sonra isə qaşıqları falan yuyuram. Yəni bir dənə maşalka ilə yuyuram da, yəni. Çünki mən suyu açıq qoyuram, qaynar suyu. Mən o stəkanları yuyana kimi o qabların yağı falan hər şey axıb gedir də. Yəni mən bunun üstündə 1 saatlıq qab yuyuram da. Orada nə yağ qalır ki, mən 2 dənə maşalka qoyum. Özdə mən sevmirəm bir şeydən 2 dənə olsun. Məsələn, stol silən dəsmaldan 2 dənə. İndi düzdür, burada 2 dənədir. Bunun birini təzəlikcə mən çıxartmışam, çünki ad günü var idi. Biri ilə qazanları quruluyurdum, ona görə çıxartmışdım. Ona görə qalıb hələ ki ortalıqda. Yəni sevmirəm bir şeydən 2 dənə olsun. Bir dənə olsun, təmiz olsun, əsas odur. Mən yəni bu fikirdəyəm. Sonra qabları da qurulamıram, qurulamağı sevmirəm. Düzdür, son vaxtlar biraz əsəbimə toxunur, o qaşıqların falan üzərində su ləkəsi qalır qurulamayanda. İndi təzə metod tapmışam ondan ötürü. Deməli, qaşıqları ən sonda yuyuruq. Qaşıq deyəndə, yəni qaşıq, vilka, nə bilim, indiyəcəklər vilka yox, çəngəl. Nəsə də ondan indi güya siz keçmişdə ruski yazıcını olmayıb da sizin ailənizdə heç kim. Yəni və yaxud da məktəbdən eşitməmisiniz və yaxud da bağçada eşitməmisiniz. Yəni biz 90-cı ilin uşaqlarıyıq. Yəni bu sözlərlə böyümüşük də. Ona görə də xahiş edirəm bir-birimizi burada səhv tutmağa çalışmayaq ki, sən ya soyuducuya xaladenik dedin, ya nə bilim mən çəngələ vilka dedin. Onu deyim ki, yəni belə şeylərə ilişməyin. Çünki yəni mən bu sözlərlə böyümüşəm də, neyniyə bilərəm indi blogerliyə addım atmışam deyə. Gedim mən təzədən nə öyrənim, dil öyrənim yəni. Düz deyə bilirəm, amma insansan da indi səsləndirəndə olur ki, birdən ağzın, dilin sürüşür, soyuducuya xaladenik deyirsən. Sonra onu geri almaq üçün gərək sən bu boyda səsləndirməyi siləsən və yenidən başlayasan. Ona görə də yəni belə şeylərə çox xahiş edirəm, takılmayın, irad bildirməyin. Nə bilim, indiki uşaqlar da türk dilində danışırlar, nə bilim, ingilis dilində danışırlar. Yəni olsun ki, öz dilimiz, təbii ki, öz dilimiz var. Amma yəni başqa dillərdən istifadə edirik də. Normal qarşılayaq yəni bunu. Bilmirəm nə danışmaya dedi, səsləndir videonu, həqiqətən bilmirəm nədən danışım. Gəlin biraz qab yuyanlardan danışaq. Mənim əlimə
hər qab yuyan maye düşmür də. Qaşındırır. Yəni biraz allergiçni insanam mən. Yəni hər qab yuyan mənə düşmür. Əlimin üzəri səpir, qaşınır, qızarır. Amma bir dənə bu kristalın qab yuyanı heç nə eləmir də mənim əlimə. Uzaq başı bir damcı quruluq yarada bilir. O da ki, mən çox qaynar su ilə yuyuram qabları və o qaynar su mənim əlimi yandırır, qurudur. Bəlkə də normal su ilə yusam o quruluq da olmaz. Nəsə, yəni mənim kimi allergikli insanlar varsa, bu qab şampunu məncə sizə də düşərli olar. Heç nə, burada kristalda reklam eləmiş olduq. Nəsə, heç bir reklam deyil. Hələ ki reklam falan təklifi almamışam. Yəni inşallah ki o günlər də gələr. Əgər siz mənim bu videolarıma dəstək olsaz, İnşallah ki o günləri görəcəyik. Neçədir bu YouTube-a video paylaşıram. Düzdür, əslində davamiyyətli şəkildə paylaşmıram. Gəh paylaşıram, gəh paylaşmıram, nə bilim. O baxır da mənim ruh halimə. Ona görə, yəni deyirəm, neçə ildir paylaşıram. Hələ ki nə reklam təklifi almamışam YouTube-dan. İzlənmələrim elə də çox deyil də, yəni sırf üstünə düşmərəm. Çünki mən təkcə YouTube-a yox, həm Instagram-a, həm TikTok-a, yəni üçünü birdə idarə etməyə çalışıram, üçünü eyni zamanda. Ona görə də yəni irəliləyiş elə də tez olmur. Düzdür, şükür Allaha 10.000 takipçini keçmişik. Yəni bu az bir takipçi deyil də, yəni mənim kanalımı artıq 10.000 real izləyici izləyir. Bilmirəm, amma videolarım yəqin qarşılarına çıxmır. Bu arada xatırladım ki, siz də bildirişləri aça bilərsiniz ki, mən video paylaşanda tez görə biləsiniz. Yəqin ki, onlarda bildirişlər açıq deyil və videolarım da qarşılarına çıxmır. Yoxsa ən azından yəni 10.000 takipçisi olan bir kanalda bir video ən azından məncə 1000 baxış gəlməlidir də, yəni. Ancaq ki, gəlmir. Düzdür, shorts videolarına gəlir, amma yəni belə uzun videolara yox, yəni. İnşallah gələr. İndən sonra düşünürəm ki, belə uzun videolar çox paylaşacağım. Əslində çox video çəkmişdim bugün. Yəni evləri falan yığışdırarkən, yerləri toplayarkən falan çox uzun olduğu üçün onları bu videoya əlavə etmədim. Yəni bu sadəcə mənim səhər mətbəx təmizliyi videosu kimi bir şey oldu, yəni. Onları da inşallah ki part 2-də mən o bişim təmizlik videosu paylaşacağım. Yəni evləri necə təmizləyirəm, necə yığışdırıram, eləyirəm falan. Bir dəfə nə bilim hamam təmizliyi. Belə də yəni mən sevirəm belə videoları izləməyi. Çəkməyi də sevirəm. Yalnız editləmək çox, yəni belə vaxt aparır, çox çətindir. Səsləndirmək hələ, yəni düşünün ki, yarım saat oturursan burada ki, videonu səsləndirəsən. O da elə olur ki, xoşa gəlməz bir şeylər olur. Nə bilim, xoşuma gəlmir. Hansısa öz dediyin sözdən silib yenidən səsləndirirsən. Yəni bu səsi silməyəcəm. Axıra kimi nə olur olsun. Elə necə var, elə də paylaşacağım. Gecə saat 2-nin yarısıdır hal-hazırda mən bu videonu səsləndirirəm. Editləməyə də bir saatdan çox vaxtım gedib. Ona görə də əməyə sayğı olaraq lütfən videomu bəyənin, rəy bildirin. Sonra nə eləyə bilərsiniz? Kanalıma abunə ola bilərsiniz. Yəni bacınıza dəstək olun. Çox xahiş edirəm. Mən burada əziyyət çəkirəm. Nəysə. Dəsmallarımı görürsünüz, 2 dənədir burada. Ən sonunda da qızlar qabları falan yuyub qutarandan sonra rakovina içini yuyuram hər dəfə.
və sonra dəsmalları da yuyuram. Hər tərəfin tozunu, mozunu alıram. Qazın içi demək olar ki, təmiz idi. Yəni sadəcə tozunu sildim. Toz deyəndə, yəni bir gecədə, yəni burada silməsən, bir gecəyə görsən ki, qaradır da, yəni qaz peçi üzərinə toz yığılır da. Gərək siləsən hər gün. Silirəm, təmizləyirəm. Axırda dəsmalları da xlora qoyuram yenə. Hər gün, yəni hər gün qoyuram xlora. Bu dəsmallar o qədər gözəldir ki, bu dəsmalları mən 1 manatlıq dükandan almışdım. Hardasa 5 dənəsimi, 6 dənəsimi 2 manata idi. Amma o qədər gözəl materialı var ki, hər dəfə xlora qoyduqca elə bil ki, dəsmallar təzələnir. Yəni yenidən doğulur deyərdim. Çox gözəldir və çox münasibdir də. Yəni o sarı bezlər falan var. Onlardan nifrət edirəm də. Yəni 1-2 gün işlədirsən, sonra ya iylənir, ya nə bilim o sarı şeyin üstünə zirsibil yapışır, qopmur. Çox belə iyrənc dəsmaldır da o. Heç sevmirəm o dəsmalı. Belə qızlar, bu taxtaları Temudan almışam. Ümumiyyətlə mətbəximdə gördüyünüz bir çox şeyləri Temudan almışam. Orada görürsüz, məsələn, orada 2 mərtəbəli nə deyirlər ona qoymuşam, ədəbalar. Onu da Temudan almışam. Yuxarıdakı qabları yox, aşağıdakıları Temudan almışam. Gülləri Temudan almışam. Yəni Temu ümumiyyətlə belə dekor baxımından, mətbəx əşyaları baxımından çox gözəldir də, yəni çox bəyənirəm. Hətta keramikaları çox gözəldir. Özü elə paketləyib göndərirlər ki, heç bir şey olmur da. Bu arada istəsəz onların linkini ata bilərəm sizə. Mənə yazarsınız, ataram. İndi bilmirəm qalıb ya yox. Yəni uzun müddət bundan öncə almışam da. Bir də ki, keramikalar elə də ucuz deyil Temuda. Yəni onu deyim ki, normal qiymətədir. Məsələn, o duz qabı, stiot qabı var ya, aşağıda 3 dənə. Onun bir dənəsinə mən 10 manat pul vermişəm. Xatırladığım qədərilə. İndi ola bilər ki, 1-2 manat kuponla falan endirim verim, amma qiyməti 10 neçə manat idi da. Keramika, şüşə qablar Temuda bahadır. Amma dəyər, yəni maraqlıdır, fərqlidir. Ona görə də almışdım. Hətta Temudan kofe maşını da almışdım 100 manata. Onu biraz bəyənmədim əslində. Bir müddət sonra elə bir ki, kofeni yandırmağa başladım, nəmi. Amma mən aldım, qutusunu falan atmışdım deyə qaytara bilmədim də. Amma əslində Temuda qaytarmaq var. Yəni qutusunu falan atmamış olsaydım, kesinliklə qaytarardım mən onu. Amma qaytarmadım. Biraz istifadə etdim. Bir neçə ay sonra verdim mamaya. İnşallah ki, mən daha professional, daha qəşəngini almağı fikirləşirəm kofe maşını. Çünki səhər duranda mən kofe içməmiş ayıla bilmirəm. Bir də fikir vermişəm. Mən əslində Torabika kofeləri var, qızlar. O kofenin şəkərsizini içirəm. Şəkər xəstələri üçündür də güya. Güya deyəndə elədir. Amma mən yəni şəkərsiz olduğu üçün onu içirəm. Xəstəsi falan deyiləm də, yəni şəkər. Amma elə bilirəm ki, mən ona dadanandan o belə bağımlılıq yaradır adamda. Gərək hər gün içəsəm. Elə bilirəm kökəldi be o məni. İndi fərqinə varıram ki, mən yəni nədən sonra kökəldim. Kökəlmək deyəndə yəni bir 2-3 kilo kökəlmişəm də. Əvvəl yəni 55 falan idim, indi olmuşam 58. Amma videoda daha kök görsənirəm. Bunun da fərqinə vardım. Nəysə qızlar, gələn vlogdan bəlkə başlayaq. Sağlam qidalanmağa, nə bilim gündəlik yemək rutinlərimi çəkim ki, həm özümə də motivasiya olsun, həm də sizə də paylaşım, siz də yararlanın. Çünki mən belə ac qalaraq
yox da, yəni normalni, sağlam qidalanaraq, həm də ki dadlı yeməklər yeyərək arıqlamağı bilirəm yöntəmini. Yöntəmini bilirəm deyəndə, yəni etmişəm vaxtilə. Sadəcə indi nəsə bilmirəm, iradəm zəifləyib. Ya da ki iradəsiz olmağı seçirəm bu aralar. Bilmirəm niyə. Amma hamının həyatında belə bir dövrlər olur məncə. Əsas odur ki, hər şey keçicidir bu həyatda. Heç nə qalıcı deyil. Sevinç də, kədər də, nə bilim, hər şey keçir. Ona görə çox da takılmayaq bu mövzulara. Getdim, xlorumu gətirdim, gəldim ki, buraları xlorluyum. Məndə rakvina 2 dənədir, 2 tərəflidir. Bir tərəfində yuyuram, digər tərəfinə yığıram. Oradan yəni istifadə eləmirəm də. Ora sadəcə yuyduğum qabları yığıram ki, suyu süzülsün. Belə qızlar, danışmaqdan boğazım qurudu. Da söz tapa bilmirəm. Bir ikizlər burcu olaraq hər şeyə əl vurduqdan sonra əlimi mütləq ki yumalıyam. Yaxalamalıyam. Elə bir ki, rakvinanın içinə su doldururam biraz. Sonra içinə xlor əlavə edirəm. Sonra da bu dəsmalları həmən suyun içinə qoyuram. 1-2 saat falan qalır orada, qəşəng tərtəmiz olur. Yenidən doğulur. Küllərindən yenidən doğulur bu dəsmallar həqiqətən. Çox gözəl dəsmallardır. 1 manatlıq dükanında reklam elədikdən sonra başqa nə işim qalır? Bu videoda başqa nə etmişəm? 3 gündür ki, demək, güllər qalmışdı belə. Solmuşdu. Mən 3 gün onlara yazığım gəlmədi. Axırda dedim ki, yazıqdılar da. Heç olmaya qoyum suya, biraz dirilsinlər, biraz su içsinlər, sonra canlarını təslim eləyərlər. Ən sonunda da kofemi götürürəm. Biz 15-ci mərtəbədə qalırıq. Qəşəng belə mənzərəni seyr eləyə kofemi içirəm. Təbii ki, qalan işlər yenə də məni gözləyir. Onları da part 2-də paylaşacağım.